dünyanın böyük ailələri, böyük gücləri, dünyanı idarə edənlər artıq Erdoğanın da, İlham Əliyevin də qələmini qırıblar. Görün, baxın, Erdoğan kimi adam Avropaya necə lazımdır? Türkiyə kimi müharibələr görmüş devlət, güclü devlət Avropaya necə lazımdır? Çox dəyərli eləmi? Çox lazımdır eləmi? Belə bir vaxtda, Amerika ilə Avropa konflikti vaxtında. Amma Türkiyə lazımdır, amma Erdoğansız lazımdır eləmi? Erdoğanlı lazım olsaydı biz, İngiltərənin, Fransanın, Almaniyanın, böyük ölkələrin böyük liderlərinin Erdoğanla bu aralarda tez-tez görüşünün şahidi olardıq. Ya Erdoğanı dəvət, ya Türkiyəyə gedərdilər, şahidi olardıq. Elə deyilmi? Amma biz nə görürük? Heç bir Avropa devləti Erdoğana salam vermək istəmir. Avropa olmayan devlətlər, Kanada, İngiltərə, Amerika, bunlar belə Erdoğana salam vermək istəmir. İndi birazdan sizə bir şok kadr qoyacağım ortaya. O kadr mənim söhbətimi tamamlayacaq. Türk blogerin kadrını. Hələ ki, o dəhşətli kadrlara çatmamışdan qabaq, gəlin sizə bu analizi edək. Mən deyə bilmərəm kimdən nə məlumat almışam. Aldığım hissədə var, almadığım hissədə var. Analiz edirəm əsasən mən bunları. Beləsini də almışam məlumatın, beləsini də. Amma özüm analiz edirəm və siz də bu analizimizə qoşulursunuz. Hansı tərəfdəsiniz? Siz nə düşünürsünüz? Bir, aydın məsələdir. Giriş hissə, birinci yox, giriş hissə. Odur ki, Erdoğan və İlham Əliyevin qələmi qırılıbdır. Hər ikisi üçün yolun sonu görünübdür. Amma burada şübhəli məqamlar var. İlham Əliyev Putin gedəndən sonra mı gedəcək? Yox. İlham Əliyev Erdoğan gedəndən sonra gedəcək? Yox. Yaxşı, Erdoğan gedəndən sonra İlham Əliyevin ömrü çox uzanmayacaqsa, ən azından əl dəyişdirmək istəyəcəksə Rusiya lap yerində qalsa da Putin. Əcaba, Erdoğan 28-ci ilə kimi qalma ehtimalı da var. O zaten prezident seçilib 28-ci ilə qədər. Nə olacaq belə bir vəziyyətdə? Necə olacaq belə bir vəziyyətdə? Uzana bilərmi bu? Bu suallara cavab tapmaq üçün diqqətlə məni izləyin. Hər halda insanlar dözməyib, ola bilər alternativ fikirlərini bir cümlə ilə burada yazada bilərlər və yaxud efirimizə qoşulada bilərlər. Birinci, görünən tərəf xalq ayaqdadır. Əkrəm İmamoğlu Türkiyənin rəhbəri olmaq istəyir. CHP-nin vahid namizədidir. Bu, pərdə arxasında bir oyun deyil, yəni oyunu birazdan deyəcəm ha. Pərdə arxasında bir oyun deyilsə, real şəkildə dünyanın böyük ailələri Türkiyəni böyütmək istəyirlər, Avropaya tərəf çəkmək istəyirlər, Ukrayna savaşında avangard olaraq görmək istəyirlər. Bu lazım deyil. Erdoğanla bir yerdə Türkiyə lazım deyil. Erdoğanın maraqları çox böyükdür, hələ şəxsi maraqları. Dahası, Erdoğan bu boyda gücləndirilmiş NATO ölkəsi olan Türkiyə üçün Erdoğan o qədər hegemonluq edir ki, böyük bir təhlükəyə də dönə bilər. Erdoğan Cumhurbaşkanı kimi yox, artıq mafiya babası kimi hərəkət eləyir. Daha sonrası, axırıncı Erdoğanı istifadə elədilər, Suriyaya soxdular. Rusiya ilə qarşı-qarşıya gətirdilər orada, amma Rusiya qarşı-qarşıya gəlmədi. Axırıncı Erdoğanı Suriyada istifadə elədilər. İndi isə Suriyada Erdoğan lazım deyil. Əkrəm İmamoğlu gəlsə deyəcək ki, Suriya devləti müstəqil devlətdir. Mənim ordum nə gəzir orada? Orada əlbəttə ki, nə olacaq? Nə olacaq? CHP-nin də dediyi kimi Mossadın ajanı çıxan Əl-Şara prezident olacaq. Orada hegemonluq İsrailin və Amerikan olacaq.
Demək ki, Erdoğan Suriyada da bu həddə qədər lazım idi böyük güclərə. Artıq indən sonra Erdoğan böyük maraq güdür. Hə, deyəcəksə Erdoğan qocalıb da, Erdoğan qocalıb da. Bundan sonra Erdoğan o milyardları nə edəcək? 1. Türkiyənin ən zəngin adamı Erdoğandır. 2. Türkiyənin ən zəngin ikinci adamı Erdoğanın evladıdır. Türkiyədə bütün milyarderlər, iş adamları Erdoğana bağlıdır. Erdoğanın varisidir, ən azı 51%-dən hər şey Erdoğanındır. Bundan başqa, bu boyda sərvəti olan Erdoğan nə istəyəcək? Öz yerinə varis gətirmək istəyəcək. Erdoğanın varisi kim idi? Başar bilsəydi, İlham Əliyevin oğlu kimi olmayıb, biraz normalni bacarığı olsaydı, danışıq qabiliyyəti olsaydı, Erdoğan oğlunu qabağa çəkərdi. Amma indiki durumda görünən odur ki, bir balaca özünü qoruyub, nə bilim ki, köhnə bir mafya babasıymış da, bu avariya düşüb güya ölüb, bu üzünü dəyişdirib gəlib. Bu hamısı gopologiyadır. Copdur. Bütün hallarda Erdoğanın yanında deyilsən. Bütün hallarda Erdoğanın ən güclü sağında olan adam olaraq Türkiyənin bu günə düşməyində sənin də Erdoğanın ən azı payının yarısı qədər payın varmı? Səni Türk xalqı necə sevə bilər? Ay Hakan Fidan. Yəni yalan söhbətlərdir. Nə yaş, nə baş, heç nə düz gəlmir. Heç bir şey düz gəlmir. O mafya babası hansı ki o avariya salınıb öldürülübdür, o Hakan Fidan deyil. Bu öz yerində. Deyələmətənəm. Keçdi indi başqa məsələlər. Erdoğanın böyük marağı, Erdoğanın şəxsi marağı, böyük şəxsi marağı zaten ölkənin gətirdiyi göz qabağındadır, hansı hallərə gətiribdir. Erdoğanın Suriyada da artıq maraqlar toqquşur. Erdoğan çox şey istəyir. Ukraynaya, Türkiyəni NATO olaraq Avropaya tərəf çəkərək Ukraynada nəsə eləmək istəyirlər. Putinlə əlaqələri hələ də sönməyibdir. Üstəlik də Erdoğan bunun üçün çox böyük şeylər istəyir. Dahası da Türk xalqı Erdoğana inamı yoxdur. Bir milləti, bir ölkəni ölümünə bir savaşa soxmaq üçün yeni düşüncələr, yeni liderlər, yeni rəhbərlər, yeni günəş doğmalıdır. Erdoğan aç xalqı necə hara soxsun? Ordunu da pis günə qoyubdur. Türk ordusunun 70-ci illərdə hali, 80-ci illərdə hali bundan çox yaxşı idi. Və artıq Erdoğan deşifrə oldu. Erdoğan dünyanın böyük güclərinin ajanı olduğu dünənə kimi propaganda Amerika, İsrail əleyhinə apararaq sonunda özünün onların necə deyərlər, adamı olduğu, hətta əmisinin papaz, babasının Türklərə qarşı ermənilərlə savaşıb öldürüldüyü, hər şey üzə çıxdıqca, hər şey ortaya çıxdıqca Erdoğan üçün həyat bitib, Erdoğan üçün hökmranlıq bitib, Erdoğanın qələmi qırılıb. Bax, bu kimi şeyləri dünya gücləri düşünür, Suriyanı düşünür dünya gücləri. Dünya gücləri istədiyini elədi. Suriyanı parçalamaq, istədiyi həddə gətirdilər, çatdırdılar. İraqı parçalamaq, istədiyi həddə gətirdilər, çatdırdılar. İstədiyi həddə gətirdilər, çatdırdılar. Türkiyəni parçalamaq düşüncəsi var idi. Hələ də sönməyib tam o düşüncə. Ancaq sonuncu necə deyəm, millət vəkili seçimləri, onu göstərdi, bələdiyyə seçimləri və parlament seçimləri onu göstərdi ki, xalq orada mövqeyini gücləndirdi. Bələdiyyə seçimləri və parlament seçimlərinin CHP-yə tərəf olması say çoxluğundan ən vacib yerlər, say çoxluğu ən vacib yerlər. Bu Erdoğan'ı biraz da qorxutdu və Türkiyənin parçalamaq istəyən niyyətlərin qarşısını aldı. Üstəlik, ən kilit nöqtələrdən danışıram sizə. Ola bilər bəziləri mənim yadımdan çıxar, sizin beyninizdə daha da maraqlı nələrsə var. Üstəlik, ən vacib, belə bir zamanda Türkiyənin parçalanması
nə Anglo-Saksonlara, nə kral ailəsinə, dünyanı idarə edən heç kimə sərf eləmir. Belə bir vaxtda daima Avropa ilə iç-içə olan, ərazisi Avropa sayılan, əhalisinin ən böyük hissəsi Avropada işləyib qazanan, belə bir güclənmiş NATO ölkəsi olan Türkiyə, NATO kimindir? NATO Avropanın alyansıdır. NATO Avropanın, özəyi Avropadır. NATO Avropanı qorumaq üçün yaradılan. Burada bu Türkiyə bu qədər güc veriblər. İndiki zamanda Türkiyədəki bu qarışıqlığın uzanması, Erdoğan'ın 28-ci ilə kimi hökumətin başında olması, bu mümkün kimi görünmür. Bu hadisələr tez bitməlidir. Bu hadisələr bitən kimi ölümünə deməlidir. Türk xalqı yeni bir güclü lider lazımdır. Arkasına düşsün xalq. Avropaya da geçsin, lazım olsa Kırım'a da girsin, lazım olsa Qafqaza da girsin. Ölümünə bir lider lazımdır. Artıq Erdoğan kimi reytingdən düşmüş bütün əməlləri, pis əməlləri ortada olan, hər kəs tərəfindən duyulan, bilinən, artıq xalqın böyük çoxunluğu tərəfindən sevilməyən Erdoğan lazım deyil. Həm də Erdoğan elə bir sifəti var ki, Erdoğan elə bir mövqeyi tutub ki, Erdoğan bir növ Qəddafi kimi elə bir ritorika sərgiləyib ki, şəxsi insani keyfiyyətləri, demokratiya keyfiyyətlərini nəzərə alanda Avropa liderləri Erdoğanla yan-yana gəlmək istəmir. Yan-yana gəlmək istəmir. Bunu açıq deyirəm mən sizə. İndi əlbəttə ki, güclənmiş Türkiyə hardasa Avropanın avangardı olaraq Ukrayna, Kırıma mı girəcək, hardasa Qafqazda mı maraqlarımızı təmin edəcək, hardasa nəsə eləyəcək və bundan istifadə edəcək dünya gücləri. İndi baxın, birinci, Erdoğan reallıqda dünyanın böyük ailələrinə, qlobal güclərə artıq sərf eləmir. Loru dilində desəm, Erdoğan bəziləri deyir Illuminati'dir, bəziləri deyəcək Masondur, bəziləri... Bunların zaten gizli tərəfi qalmayıb ki. Amma elə tərəfi var ki, o heç vaxtı heç kim tərəfindən bilinəməz. Bütün hallarda, bunu mən demirəm ki, Erdoğan deyir ki, mənim əmir komuta mərkəzin desə ki, neynə onu mən eləyərəm, indi o videoları göstərəcəm sizə. Yəni, Erdoğanla istifadə elədilər, sonra atdılar. Artıq bütün liderləri gətirən qüvvələr götürür, artıq Erdoğanı da gətirən qüvvələr götürmə zamanıdır. Və görünən odur ki, CHP daha da böyüyərək, xalqı arxasına alaraq böyük güc sərgiləyir. Və artıq istefa şüarları səslənir, erkən seçim səslənir. Erdoğanın bu yaxın həftələrdə, yaxın aylarda yola salmaq düşünülür. Erdoğanın belə gedişatdan Avropanın bu vəziyyətində, dünyanı İngiltərə idarə edir, əsasən də bu bölgələri İngiltərənin nəzarətində olan bu bölgələr. Belə bir vəziyyət Erdoğana sərf eləmir. Belə bir vəziyyət heç dünya güclərini də sərf eləmir. Bir an öncə məsələ həllini tapmalıdır. Vəssalam, bu təkcə İmamoğlu, CHP məsələsi deyil, biriləri də vacib bir yerdən düyməni basıbdır, o məsələ də ola bilər. Dəyərli vətənlər, bütün hallarda Avropa niyə çıxıb demir ki, CHP-ni dəstəkləyirik, Erdoğan istefa verir, Erdoğan belə. Niyə bir kəlmə Avropa demir, Amerika demir? Çünki Erdoğan ondan istifadə eləyəcək. Görürsünüz, Avropa, Amerika susur. Çünki Erdoğan bundan istifadə eləyəcək. O dış güclər deyəcək, dış güclər və müxalifətin reytingi düşəcək aşağı. Ona görə Avropa səsini çıxartmır, qarışmır. Yəni, əslində görünən tərəf odur ki, qarışmır. Görünən tərəf. Erdoğanın real mənzərəsindən gedir hələ söhbət, pərdə arxasından getmir. Real mənzərədə odur ki, görünən tərəf odur ki, Erdoğan gedir.
Amma Erdoğan xalqı çox görəcək, direniş göstərəcək, istifa mı verəcək? Bir. İkinci, Türkiyəni istəməyən güclər Kürdləri 13 milyona qədər ərəbi, Kürt, 15 milyon Kürdü silahlandırıb Türkiyədə iç savaş çıxardıb Türkiyəni bölmək mi istəyəcəklər? Erdoğan buna nail ola biləcəkmi? Böyük Orta Doğu projesinin bir hissəsi Türkiyəyə düşürdü. Acaba Türkiyəni parçalaya biləcəkmi Erdoğan? Buna qədər gedə biləcəkmi? Dahası Erdoğan çox aşırı dərəcədə güc kullanır xalqa qarşı. İnsanlar dinç gəlirlər, əl yalın, amma Erdoğan hər cürə güc sərf edir türklərə qarşı. Sanki hətta düşünülür ki, bu qüvvələr hardan gətirilibdir? Bu qüvvələr hardan gətirilib? 2 dəfə, 3 dəfə kadrlarda görmüşsünüz ki, kaskanı çıxardıblar, hətta çıxartmaq istəyiblər. Türk polisi olmadığı sezilibdir. Suriyadan mı gətiriblər? Türk polis paltarı geyinib. Azərbaycandan mı aparıblar? Hardan aparıblar? Hansı ölkədən aparıblar? Xalqı döyməyə ki, təkcə 300 min polis İstanbuldadır. Mən bilən Türkiyənin polisinin sayı 120 min idi. Necə ola bilər ki 300 min olsun? Mitingdə bu yanda 1 milyon adam durur, bu anda da 300 min polis durur. Bu qədər polis olar. Bundan əlavə. Yəni, Erdoğan görünən tərəf odur ki, hakimiyyəti əldən vermək istəmir. Böyük güclər deyir ki, bəsdir, bizim üyə oldun, seçilmişlərdən oldun, təhsilin olmaya səni böyüklük o həddə gətirdik. Sən falan dünyanın ən böyük güclü təşkilatının üyəsi oldun, nə bilim neçənci adamı oldun və indi sənin getmək vaxtındır. Erdoğan da deyir, hara gedirəm mən? Hara gedirəm mən? Mən gedəndən sonra, Erdoğan da deyir ki, mən gedəndən sonra mənim sərvətimi əlimdən alacaqlar. Mənə dünyada kim yer verəcək? Trump belə məndən zəhləsi gedir. Məni Trump qəbul eləsə də Bəşər Əsəd kimi hər şeyimi əlimdən alacaq Trump. Putin necə Bəşər Əsədin hər şeyini əlimdən aldı ha? Trump da onun olacaq. Bu boyda fabriklər, zavodlar 100 milyardlarla dollardan gedir söhbət. Erdoğan deyir, hələ mən Suriyanı indi düzəltdiyi aldıq, qabaqda mən girdim. Suriyadan istifadə eləməliyəm, oranın zənginliklərinə. Hələ siz mənə pul verməlisiniz, mən Krıma ordu yeritməliyəm, ya Avropanın ordusuna bir katkıda bulunmalıdır Türkiyə. İşiniz məndən keçir, ancaq mənə pul verməlisiniz. Üstəlik də Erdoğan dirənir. Mənim varisim gəlməlidir. Erdoğan dirənir. Mənim varisim gəlməlidir. Bunun üçün mən tankdan da üstündən keçəcəm xalqın. Lazım olsa Orta Doğu'nun eş başkanı olaraq bir hissəni parçalaya da bilərəm Türkiyəni. Hər nə desəniz eləyim, ancaq mənim sonum çatıbsa belə mənim varisimə təhvil verilsin. Bax, görünən tərəf budur, Erdoğan getmək istəmir. Erdoğan hələ Kırım üçün, Suriya üçün nələrsə gözləyir. Avropanın ordu birliyinə qoşulmaq üçün nələrsə gözləyir. Erdoğan şəxsi maraqlarını güdür Erdoğan. Erdoğan ancaq Avropada ağıllıdır. Ancaq İngiltərədə ağıllıdır. Ölkəni belə iqtisadi böhrana salan Türkiyə qeyri-şərtsiz Avropaya yaxın gəlməlidir. Qeyri-şərtsiz Avropa ordularının birliyində yer almalıdır. Oradan-buradan pay istəməməlidir. Və Türkiyənin belə bir batmış vəziyyətdə Erdoğan batmış xalqı çörək tapmayan ya çörək üçün uğraşan 10 milyonlarla ölkənin yarıdan çoxunu görməzdən gələrək şəxsi maraqlarını güdmək. Üstəlik də Avropa buna yer versin. Avropa Erdoğanla İlham Əliyev ya Erdoğanın varisi ilə İlham Əliyev özünə tərəf çəksin. Bu gələcəkdə çox təhlükə ola bilər. Avropanın özü üçün də təhlükə yarada bilər. Baxın, bu boyda həngamə gedir Türkiyədə. Bir dənə Avropa ölkəsi səsini çıxardırmı? Ancaq nə deyirlər? Ancaq bir şey deyirlər. Əkrəm İmamoğlu'nun həbs edilməsi demokrasiyə zərbədir.
azad edilməsi lazımdır, məcburdur. Azad etməyə çağırırıq. Bundan başqa söz deməyiblər. CHP-ni dəstəkləyirik, Türkiyə batıb, iqtisadiyyat batıb, Ərdoğan getməlidir, Ərdoğan Türkiyənin... Belə şeylər heç vaxt demirlər. Demirlər.